Salam dostlar, yəqin ki bu Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı bu videonu bir çoxlarınız görüb. Mən bunu telefon çevrilisi şousu adlandırıram. Çünki çox gülməlidir, çox primitiv hazırlanmış bir videodur. Nəyə görə primitiv hazırlanmış video deyirəm, indi onu sadalayacağım. Burada ilk növbədə primitivliyi Ramiz Mehdiyevlə başlayır. Ramiz Mehdiyevin bir neçə telefon danışığını veriblər və belə təqdim edirlər ki, güya bu hansısa Azərbaycan dövlətinin əleyhinə nəsə deyir, nəsə danışır. Ramiz Mehdiyev bütün ömrü boyu, bütün şuurlu həyatı boyu Rusiyaya agentlik eləyən adamdır. Yəni Ramiz Mehdiyevin Rusiyanın adamı olduğunu bu ölkədə hamı bilirdi. Və onu gətirib dövlətdə ikinci adam edən şəxs mən deyildim. Ya da Əli Kərim deyildi. Bu Heydər Əliyev idi. Onu gətirib dövlətin başına qoymuşdu. İkinci adamdı. Və Azərbaycan dövlətini Ramiz Mehdiyev idarə edirdi. Və Heydər Əliyev bilirdi ki, bu adam Rusiyanın casusudur. Təqdim edir DTX ki, güya bu telefonla danışıb nəsə dövlət çevrilişi ilə bağlı razılığa gəlir, nəsə mühüm sənədlər ötürür. Təqdimat belədir, danışıqda belə deyil amma. Yəni 50 ildən yuxarı Rusiyaya agentlik eləyən, Rusiyaya casusluq eləyən adam bilmir ki, belə məsələlər telefonda danışmaq olmaz. Ramiz Mehdiyev də Azərbaycandakı rejimin memarı. Azərbaycan hakimiyyət strukturunu quran, onu işlək mexanizm halına gətirən adam Ramiz Mehdiyevdir. Ramiz Mehdiyevdir bunun DTX-sını yaradan, Daxili İşlər Nazirliyini yaradan, Əks Kəşfiyyat Dairəsini yaradan, bunun icra hakimiyyətlərini, bunun JEK-lərini, cəza mexanizmini yaradan, agent şəbəkəsini yaradan, insanları bir-birinə belə satmağa məcbur edən bir sistem yaradıblar. Bütün polis idarələrinin özlərinin, bütün uçaskovların belə şeyi var, söz gəzdirənləri var, xəbər gətirib verənləri var. Bunların memarı, bu bütün sistemi yaradan adam Ramiz Mehdiyevdir. İndi Ramiz Mehdiyev bilmədi ki, telefon götürüb danışmaq olmaz. Ya Ramiz Mehdiyev bilmir ki, onun bütün danışıqları, internet yazışmaları izlənilir. Güya Ramiz Mehdiyev bilmir ki, onun evinə, onun iş yerinə çəkilmiş internetin üzərində duran bu modemlərin hamısı həm də eyni zamanda Azərbaycan xüsusi xidmət orqanlarında işte çox gözəl bilir və belə bir səhv eləyə bilməz. Bu şou. Yaxud da ki, Gəlməz Zahidin danışığı. O danışıqda ciddi heç bir şey yoxdur və indi özü də yəqin ki, aydınlıq gətirəcəkdir. Yəni, bu bütün ömrü boyu Sovet hakimiyyətinin dövründən, 80-ci illərdən siyasi mübarizədə olan adam güya bilmir ki, bunu danışıqlarını dinləyirlər. Biz hər bir şeyimizi bilirik ki, dinləyirlər. Və orada heç bir şey olmayan halda ümumi söhbətin içində bir hissəsini kəsib, kontekstdən çıxartıb, təqdim edirlər və şou yaradırlar. Fuad Qəhrəmanlı ilə bağlı. Fuad Qəhrəmanlı artıq böyle açıqlama verib ki, bu işgəncə altında verib bu ifadəni. Bu şou Əli Kərimliyə qarşı qaldırılmış bu cinayət işini belə təbliğatı ilə bağlıdır. Amma burada başqa məsələlər də var. Hüquqi tərəfdən onu deyim ki, hər hansı bir vəkil, bir məhkəmə haqqında, bir istintaq haqqında açıqlama verəndə vəkillər kollegiyası, prokuroru, məhkəmə tez haykü qaldırır, tez bu vəkil haqqında iltizam tədbiri görülür. Bir çox hallarda vəkillikdən kənarlaşdırır ki, bəs qoymayın, imkan verməyin ki, vəkil istintaq sirrini yaydı. Azərbaycan hökuməti istintaqı yekunlaşmamış Dövlət Təhlükəsizlik Xidmətinə hələ bu yalancı saxta məhkəmə istintaq hərəkətləri gedir. Bu saxta ittiham, saxta istintaq başa çatmamış istintaq materiallarını götürüb yayır. Bəs bu qanun pozuntusu deyil. Və nədir İlham Əliyevi vadar edən bu videonu yaymağa? Alyona Əliyeva. İlham Əliyev bütün resurslarını işə salıb ki, Mehman Hüseynovun Alyona Əliyeva haqqında yaydığı materialları arxa plana salsın, yığışdırsın. Bax, bütün ölkə boyu internet istifadəçiləri saxlanılır, həbs olunur, İnzibati Xətalar Məcəlləsi ilə cərimələndirilir və bu adamların böyük əksəriyyəti, tutulan adamların böyük əksəriyyəti Alyona ilə bağlı materialları paylaşanlardır, onun altına şərh yazanlardır, yaxud da bir like qoyanlardır. Bütün ölkə, bütün Azərbaycan Alyona haqqında danışır, Mehman Əliyevin materialları haqqında danışır. Tək Azərbaycan mı? Yox. İranda da bu müzakirə olunur,
yaxın ətrafımızda. Çünki İranın böyük bir hissəsi Azərbaycanlılardan ibarətdir. Gürcüstanda həm Gürcü cəmiyyəti, həm Azərbaycan icması bu məsələni müzakirə edir. Rusiya həmçinin müzakirə edir. Hətta mənə elə gəlir ki, bu elə materialların bir hissəsi də qəsdən Rusiya tərəfindən ötürülür. İlham Əliyev bu ailə problemlərini arxa plana keçirməzdir. Və ilk addım olaraq ondan ibarət oldu ki, bu kişilər qadın söhbəti eləməz. Yerimədi. Niyə yerimədi? Çünki İlham Əliyev onun bunun yatağına video qoyub, qadınların videolarını çəkib, özünə məxsus olan Lider televiziyasına yayan adamdır. Öz televiziyalarında yayan adamdır. Özünün əlinin altında olan yandaş mediasında paylaşan adamdır İlham Əliyev. Milli mənəvi dəyərlər deyib danışan adamdır İlham Əliyev. Ona görə bunun ki, bu Alyona haqqında yazmayın, danışmayın təbliğatı işə keçmədi. Keçməyəcəkdir. Çünki əxlaqsızlığın başında duran. Bax, bu mübarizə üsulunu yaradan adam İlham Əliyevlə Heydər Əliyevdir. Bu kuklalar verilişindən yaradıblar, öz televiziyalarından yaradıblar. Onun bunun yatağını güdməklə yaradıblar bu medianı, bu ritorikanı, bu insanlar qurşaqdan aşağıdan vurmağı. İkincisi də ki, ölkəni idarə edən bir ailədir bu ailə. Bunlar İlham Əliyev bütün ölkənin hər bir sahəsini ələ alır. Bu siyasət də bu ailəyə baxır, iqtisadiyyat da bunlarındır, mədəniyyət də bunlarındır, ticarət də bunlarındır, hər şey bunlarındır. Və ölkədə mütləq hakimdirlər. Mütləq hakim olan ailənin şəxsi həyatı olmur. Bu ailə müzakirə olunmalıdır. Bu bütün dünyada belədir. Mən əvvəl də demişəm, yazmışam da dəfələrində. Bax, Britaniyanın kral ailəsi haqqında danışılır. Şahzadə Diananın yataq səhnələrindən tutmuş, onun münasibətlərinə qədər açıq şəkildə müzakirə olunur. Və buna görə heç kəsə deməyiblər ki, kişi qadın söhbəti eləməz. Yaxud da ki, indiki Şahzadə Andrew, əvvəl də onun şəxsi həyatından bağlı məsələlər müzakirə olunanda kral ailəsinə aid bir sıra imtiyazlardan məhrum edilmişdi. İndi ümumiyyətlə kral ailəsindən çıxarılıb, kənarlaşdırılıb Epstein faillarına görə ümumiyyətlə bu ailə ilə bağları tamamilə kəsilib və saraydan qovulub. Biz Clinton'un şəxsi həyatı ilə bağlı məsələlərin müzakirəsini bilirik ki, o Monika ilə olan, o qadınla olan məsələləri. Və Prezident Obama'nın qızları ilə bağlı bir qalmaqal olmuşdu, bir məsələ olmuşdu. O geniş müzakirələrə səbəb olmuşdu. O cümlədən də İlham Əliyev, əgər Azərbaycan hakimiyyətini bu idarə edirsə, bu adam deyirsə ki, hər şeyi mən bilirəm. Neft də bu adam ailənindir, qaz da bu ailənindir, pambıq da bu ailənindir, fındıq da bu ailənindir. Qarabağdan işğal olunmuş ərazilər bu ailənindir, hər şey bu ailənindir. Özlərini mütləq hakim, kral hesab edirlər, özlərini əsilzadə hesab edirlər və əsilzadə olan adamlar saray əhli müzakirə olunmalıdır, özlərini saray əhli sayırlarsa. Mən onları saray əhli zat saymıram, hesab eləmirəm. Mən hesab edirəm ki, onlar ümumiyyətlə adam deyirlər heç biri. Olan heç birinin qəlbində insanlıq duyğusu, insanlıq hissləri, heç nə yoxdur bu adamlar. Bu adamlar acıgözdülər, görməmişdilər, əxlaqsızdılar bu adamlar. Yalnız ona görə əxlaqsız deyirlər ki, özləri istədikləri kimi kimlərlənsə görüşürlər, rəqs edirlər, oynayırlar. Yox, ona görə demirəm. Bunlar ona görə əxlaqsızdılar ki, 10 milyonluq xalqın sərvətini çalırlar. Bu ailə ona görə əxlaqsızdır ki, bu ailəyə məxsus olan televiziyalarda, mətbuat orqanlarında başqa adamların şəxsi həyatına burun soxublar. Gətirib evlərinin içinə video kameralar quraşdırıblar. Bax, bu ailə edib onu. Bu ailə ona görə əxlaqsızdır ki, görməmişdilər, doymamışdılar. Hamının haqqını yeyirlər. Bu ailə ona görə əxlaqsızdır ki, qazilər baxımsızlıqdan ölür, amma bunlar bütün dünyanı gəzib kef edirlər o qazilərin puluna. O uşaq pullarına, Azərbaycan xalqının sərvətlərinə. Bu ailə ona görə əxlaqsızdır ki, bütün vəzifələri bunlar tutublar, bunların yaxın adamları tutublar, ən yaxın çevrəsi tutublar. Bu ailə ona görə əxlaqsızdır ki, ölkədə respublika qaydalarını pozub yerinə orta əsr feodal dövlət quruluşunu gətiriblər. Ona görə bu ailənin bütün hərəkətləri, hər bir şeyi müzakirə olunmalıdır. Və büyük bunların yaydıqları telefon show roliki də məhz Alyona'nın məsələsini arxa plana salmaqdan ötürü. İlham Əliyev nə eləsə də, nə etməsə də Alyona'nı arxa plana sala bilməyəcəkdir. Çünki bu məsələ, bu iş İlham Əliyevin özünün istədiyi, özünün görmək istədiyi Azərbaycanda baş verir. Bu belə Azərbaycan arzulayırdı
ki adamları qurşaqdan aşağı vursunlar, indi özünü qurşaqdan aşağı vururlar və əslində bu qurşaqdan aşağı vurulmaq deyil. Hakimiyyətdə olan adamlar müzakirə olunmalıdır. Hakimiyyətdə olan adamlar hər bir addımı qiymətləndirilməli. Necə ki bütün dünyada olur. Və mən bu ərəb ölkələri ilə, müsəlman ölkələri ilə məhz bəyənmədikləri İlham Əliyev bizim yerimiz Avropa deyil, bizim yerimiz Şərqdir, Avropa əxlaqsızdır deyən İlham Əliyevdir. İndi öz ailəsini o Avropalılardan öz aləmində fikirləşdiyindən dəfələrlə əxlaqsız olduğunu, dəfələrlə aşağı olduğunu bir şahidi olur və bu tipli də bu saxta videolar Əliyevlər ailəsinin ifşasını dayandırmayacaq və əmin edirəm ki, bu qədər əziyyət çəkir. Mehman Hüseynin bir fotonun 5də birini göstərsə, bütün vəziyyət tamamilə dəyişiləcək. Çox sağ olun.